Salam əziz xanımlar, kanalıma və mətbəximə xoş gəldiniz. Bugün mən sizlərlə gözəl bir börək resepti paylaşacağım. Pizza dadında bir börəkdir, çox dadlı, uşaqlarınızın da çox sevəcəyi bir börəkdir. Bunun üçün mən 5 stəkan un götürmüşəm. Bunun içərisinə bir xörək qaşığı maya, bir xörək qaşığı şəkər tozu, bir ədəd yumurtanın ağı, bir çay qaşığı duz, 5 xörək qaşığı bitki yağı əlavə edəcəm və 4-5 qanadda cəfəri doğramışam mən, yarpaq hissəsini əlavə edəcəm bura. Südlə də qatmaq olar, su ilə də. Mən bu dəfə yarı süd eləyəcəm, yarı su. Yəni ki, su ilə də qatmaq olar. İndi isə başlayaq xəmirimizi qatmağa. Şəkər tozunu əlavə edirəm bura. Mayamızı əlavə edirəm. Südümüzü əlavə edirəm. Və biraz qarışdırıb üç-4 dəqiqə gözləyirəm. Mayamız 3-4 dəqiqə qaldı, aktivləşdi. İndi isə duzu əlavə edirəm. Yumurta ağını əlavə edirəm. Cəfərimizi əlavə edib yağımızı əlavə edib xəmirimizi yoğururam. Az-az da sudan əlavə edib yoğururam. Əziz xanımlarımız, xəmirimiz hazırdır. Bu cür yumuşaq xəmir alınır. İndi mən onun üstünü stresləyəcəm. 40 dəqiqə qoyacam, xəmirimiz mayalansın. Əziz xanımlarımız, xəmirimiz çox gözəl mayalandı. Mən biraz havasını alıram, belə. Daha sonra mən belə bir qab götürmüşəm, yağlamışam altın. Xəmirimizi qoyuram qabın içərisinə və yayıram. Siz istəsəniz dairə bir qaba da yaya bilərsiniz. Bu cür yaydım. Bir 10 dəqiqədə qoyacam, üstünü örtəcəm. 10 dəqiqədə belə mayalansın. Xəmirimiz mayalandı. İndi isə mən bunun üzərini bu cür əlimlə belə cızıqlar çəkəcəm. Daha sonra mən üzəri üçün bir ədəd yaşıl bibər, bir ədəd qırmızı bibər, 100 qram hulat pendiri, 4 ədəd də saska doğramışam. İndi isə mən bu ərzaqları qaba töküb qatışdıracağam. İndi isə hazırladığım bu qarışımı bu aralara yığacağam. Üzərindən əlimi basa-basa yığıram ki, içəridə qalsın. Əziz xanımlarımız, üzərinə yumurta sarısı çəkdim. Biraz qara çörək otu səpəcəm və 200 dərəcədə üzəri qızarana qədər pişməyə verəcəm. Əziz xanımlarımız, börəyimiz pişdi, hazırdır. Çox gözəl görsənir, yumuşaqdır. Siz də hazırlaya bilərsiniz. Hazırlayın, hər kəsə nuş olsun. Kanalıma abunə olaraq mənə dəstək olmağı unutmayın. Yeni videolarda görüşərik.